Allah haqqı ayıbdır. Deməli LinkedIn-də bir dənə vakansiya qarşıma çıxdı. Maraqlı gəldi ki, dedim bunu sizlərlə də bölüşüm. İşlərim çox olduğu üçün lazım olduqda mənim əvəzimə işlərimi həll edə biləcək CV və bacarıqlı xanım əməkdaş axtarışındayım. Əmək haqqı 900-1400 manat aralığında dəyişir. Azərbaycan bazarına uyğun olaraq baxanda normal əmək haqqı yazıb. Amma lakin bunun maraqlı tərəfi harasıdır? Tələblər və vəzifə öhdəlikləri. İndi onu sizlə bölüşürəm, həqiqətən siz özünüz dəyərləndirin. Tələblər 22-27 yaş aralığı, İngilis dili minimum B2 olsun, piksellərlə işləmə bacarığı, After Effects, Meta ADS, Google ADS, Corel, AI ilə işləmə bacarığı, Photoshop, Illustrator, sonra Veo, Gemini kimi AI-larla işləmə bacarığı, Premiere Pro və DaVinci ilə işləmə bacarığı olmalıdır. Yəni bunlar astıqca bəlkə də şok olursunuz. Vəzifə öhdəlikləri mən işdə olduğum zaman əməkdaşlıq etdiyim şirkətlərə baş çəkmək, aylıq kontentlər çıxarmaq, aylıq post və ya reels hazırlanmasında dəstək, event zamanı işlərə nəzarət, hesabatların çıxarılması, müştəri portfelinin idarə olunması, daimi müştərilərə hədiyyələrin hazırlanıb təqdim olunması, qurduğum saytlara məlumatların yerləşdirilməsi. Plus da portfolio mütləqdir yazılıb. Həqiqətən oturub baxanda fikirləşirsən ki, After Effects bilməlisən, tamam, bu motion dizaynerin işidir. Meta Google'un reklamını bilməlisən, bunlar targetologun işidir. Photoshop Illustrator bilməlisən, bu qrafik dizaynerin işidir. Premiere Pro DaVinci bilməlisən, bu videoqrafın işidir. Tamam, hər kəsə pul lazımdır, hər kəs işləməlidir, başa düşürəm. Belə vakansiyalara gedib, həqiqətən bu bazarın qiymətini, rəqabətini azaltmaq valla düzgün deyil. Bunu işləyərsən, tamam, okey, bir müddət işləyərsən, amma 2-3 aydan sonra nə bədənin buna dözər, nə belə deyim, zehnin, beynin buna dözər. Çöküntüyə uğrayarsan, 24 işləyəcəksən. Mən düşünürəm ki, hər insan özünün dəyərini bilməlidir. Sizlər belə vakansiyaları görüb yorumlarda bildirin ki, özünüzə gəlin. Diqqətiniz üçün təşəkkürlər.